Trading qumardır. Əksəriyyətinin düşüncəsi budur ki, trading qumardır, uzaq durun. Bəli, trading qumardır deyənlər üçün trading həqiqətən də qumardır. Çünki bu işi dərindən öyrənmək üçün hər adamda səbr çatmaz, iradə çatmaz. Bunun o qədər detalları var, o qədər nüanslar var ki, o qədər öyrəniləsi, bilməsi məsələlər var ki, buna hər adam, hər adamın səbri çatıb onun dərinliyinə gedə bilmir və yaxud da ki, bunun bu qədər dərin olduğunu da bilmirlər əksəriyyəti. Məsələn, bir yerdə ki, riski idarə eləyə bilirsən, yəni o qumar ola bilməz. Yəni mən əməliyyatın yarısından çıxa bilirəm, zərərin yarısını bağlayıb, yəni yarı zərərlə çıxa bilirəm, profitin istənilən bölgədən yarısını götürüb çıxa bilirəm, 20%-ni götürüb çıxa bilirəm. Yəni burada əgər alqı-satqı varsa və mən riskin, büdcənin idarə olunması sırf mənə aidsə, mənim əlimdədirsə, o heç vaxt qumar ola bilməz. Məsələ burasındadır ki, bəli, tradingdə manipulyasiya var, aldatma var, insanları dolamaq var, oyun oynamaq var, yəni sağ göstərib sol vurmaqlar var, bu kimi şeylər var. Amma insan bunu, yəni bir trader bunu dərindən öyrənəndən sonra texniki analiz olur, istər olsun bazarın mexanikası və bir neçə burada yəni əsas vacib olan məqamlar var. Bunu tam dərindən öyrənəndən sonra yəni nə manipulyasiyanın qurbanı olur, nə orada nə aldanır. Sadəcə olaraq yəni bir şey anlamaq lazımdır ki, yaşadığımız adi həyatda da yalanlar var, aldatma var. Yəni işdə aldadırlar, dostluqda aldada bilərlər, bazarda aldadarlar, marketdə aldadarlar. Bu yalan yəni bizi əhatə edən bir şeydir. Həyatda da hətta təcrübəsi olan adamlar da yalana o qədər aldanmır da, belə deyək. Bu da eynisi ilə belədir. Yəni bazarı görə bilirsənsə, anlaya bilirsənsə, manipulyasiyanın harada olduğunu da görə biləcəksən və təbii ki, yəni onun da qurbanı olmayacaqsan və əsas məsələ burada nədir? Yəni tradingdə doğru yerdən giriş eləyib, doğru yerə zərəri qoyub, yəni stopu qoyub və doğru yerdən də çıxmağı bacarmaq lazımdır. Vəssalam. Yəni bunu tam olaraq anlayandan sonra və psixologiyanı da idarə eləyə biləcəksənsə, büdcə ilə və riskləri idarə eləyə biləcəksənsə, təbii ki, bu enində sonunda yəni bu nəticə yəni müsbət olur. O yüzden bu işi həmişə dediyim kimi bu işi dərindən öyrənin və özünüz də anlayın ki, bu ticarətdir, qumar deyil.